Salam, fikrini özünü ifadə etməkdən çəkinməyən maylar. Bu gün özünü ifadədən daha çox özümüzü harda ifadə edəcəyimizdən danışacağıq. Qonağımız jurnalist Süleyman Həmidovdur. Xoş gəlmisiniz. Xoş gördük Bənövşə. Salamlayıram mən ilk növbədə sizi. Təşəkkür edirəm dəvətə görə. Eyni zamanda bizi izləyən tamaşaçılarımızı da salamlayıram. Biz də iştirakınız üçün təşəkkür edirik. Biz bu gün televiziyanı və sosial medianı sırf informasiyanın çatdırılması baxımından müqayisə etməyə çalışacağıq. Necə fikirləşirsiniz? Televiziyanın rolu haqqında sırf xəbərlərin çatdırılmasında rolu nə qədər vacibdir? Ümumilikdə biz istər keçmişə, istər indiki zamana baxdıqda biz təbii ki, müqayisə eləyəndə görürük ki, nisbətən televiziya əvvəlki dövrlərlə müqayisədə öz rolunu qismən azaldıb. Çünki əvvəl informasiyanın tək mənbəyi televiziya idisə, biz məlumatları ümumiyyətlə auditoriya, ictimaiyyət informasiyanı Elə deyil axı, heç vaxt elə olmayıb. Yox, olub. Yəni sırf televiziya yaranandan sonra əsas vacib informasiyanı Qəzet, radio həmişə var idi. var idi, amma etibarlılıq televiziyaya qədər deyildi. Bizdə qəzet indi də var, radio indi də var, sosial şəbəkələr var, YouTube var, müxtəlif platformalar var, podkastlar var. Amma etibarlılıq baxımından televiziya auditoriyaya daha çox etibar eləyir. Biz bunu əyani şəkildə müqayisə elətsək, İkinci Qarabağ müharibəsi dövründə də gördük. Baxmayaraq ki, bir sıra məhdudiyyətlər yaranmışdı internetdə, bəzi saytlarda, sosial şəbəkələrdə, amma bununla belə biz müqayisə eləyəndə platformaları biz gördük ki, əhali, auditoriya televiziyaya daha çox üstünlük verirdi və daha dəqiq məlumatı məhz televiziyadan əldə etmək istəyirdi. Televiziyanın auditoriyası, kütləsi daha çoxaldı həmin dövrdə. Bu da onunla bağlıdır ki, ümumiyyətlə auditoriya hesab eləyir ki, tamaşaçılar hesab eləyir ki və həqiqətən bu belədir. Televiziyada bir məlumat auditoriyaya çatdırılanda bir neçə dəfə baxışdan keçir, fakt-çekindən keçir. Bu da yəqin ki, televiziyanın etibarlılığını şərtləndirən əsas məqamlardan biridir indiki məqamda. Aha, yaxşı, sosial medianı maraqlı edən nədir daha çox? Çünki siz müqayisə etdiniz ki, televiziya daha dəqiq, fact-checking olunmuş informasiya çatdırır, amma qəzet, radio var idi. Sadəcə onlar maraqsız olmağa başlamışdı. Düz, çünki televiziyada həm audio informasiya var, həm vizual informasiya var və analoji olaraq bəlkə də multimediyanın daha maraqlı olması, orada da daha çoxunun həm yazının, həm vizual və sair eyni vaxtda olması və rəqəmsal olması ilə bağlıdır. Yox, bu mənada sizcə televiziyanı maraqsız edən nədir? Siz başqa hansı səbəbləri görürsünüz? İndiki məqamda televiziyanı biz sosial şəbəkə ilə və yaxud da internet saytları ilə müqayisə eləyəndə biz görə bilərik ki, bəzi sahələrdə televiziya həqiqətən uduzur. Biz burada operativliyi qeyd eləyə bilərik, amma operativlik heç də həmişə əsas faktor deyil. Məsələn, biz operativ olaraq hər hansısa məlumatı əldə eləyə bilərik tez bir şəkildə sosial şəbəkədən və yaxud da hər hansısa bir xəbər saytından, amma onun dəqiqliyi məsələsi var, etibarlılığı məsələsi var. Bu xəbər nə dərəcədə düzgündür? Məhz televiziyada artıq bu məqamda önə çıxır. Biz sosial şəbəkədə hər hansısa məlumatı əldə eləyə bilərik, düzdür, amma bu məlumatın etibarlılığını qorumaq üçün rəsmi mövqelərin, rəsmi tərəflərin mövqeyini öyrənmək üçün artıq burada tamaşaçı birbaşa müraciət eləyir televiziyaya. Rəsmi tərəf nə deyir? Bu xəbər nə dərəcədə etibarlıdır? Burada artıq televiziya yenə də ön plana çıxır. Operativlikdə isə bəli, artıq bunu qəbul etmək lazımdır ki, biz müqayisə eləyəndə sosial şəbəkəyə, internet platformalarına uduzur televiziya. Digər bir məqam televiziyanın üslubu və dili məsələsidir. Biz indi görürük ki, sosial şəbəkələrdə, ümumiyyətlə internet məkanında, rəqəmsal məkanda auditoriyanın əsas hissəsini gənclər təşkil eləyir. 15 yaşdan tutmuş 40 yaşa qədər əsas auditoriya kütləsidir rəqəmsal platformalarda. Amma televiziyada öz auditoriyası olsa belə biz televiziyanın dilinə baxanda biz görə bilirik ki, televiziyanın dili daha rəsmidir və bu da ola bilər ki, hazırki auditoriyanı, gəncləri biraz sıxır. Amma sosial şəbəkələrdə, müxtəlif rəqəmsal platformalarda sırf üslub baxımından onlar özlərinə bu üslubu daha yaxın bilirlər. Bu da yəqin ki, indiki məqamda televiziyanın auditoriyanı itirməsinin əsas səbəblərindən biridir. Siz ağlıma nə gəldi? Sosial mediada hər bir layihənin, hər bir platformanın öz auditoriyası var. Məsələn, bir layihədir, biz bilirik ki, onu uşaqlar daha çox izləyir. Yaxud bir layihədir, biz bilirik ki, o gənclərə xitab edir. Amma televiziyada başa düşmək olmur ki, bu saat kim əyləşir və kim baxır həmin layihəyə. Bu mənada sizcə dil necə auditoriyaya uyğunlaşdırıla bilər?
Bunu biz məntiqi olaraq fikirləşsək, məsələn, məktəblilər üçün olan verilişə yəqin ki, bu verilişin auditoriyasının əksəriyyəti məktəblilər, yeniyetmələr olacaq. Amma siyasi verilişə, siyasi tok-şouya əsasən daha yaşlı nəsil baxır və biz ilkin olaraq bu mənbədən, əlimizdə olan bu datadan istifadə etməklə mənə elə gəlir yola çıxmalıyıq. Sizcə Məhz verilişin televiziyada strukturundan Sizcə televiziyada bu nəsillər arası bölgü düzgün aparılıb? Yəni gənclər üçün olan proqramların sayı, digər və sair. Biz ümumilikdə baxanda mənə elə gəlir ki, bəzi öhdəlikləri olan televiziyalar var, öhdəlikləri olmayan televiziyalar var və nəzərə alsaq ki, öhdəlikləri olmayan televiziyaların əksəriyyəti öz maliyyə gəlirlərini məsəl üçün reklamdan, digər vasitələrlə qazanırlar deyə, onlarda mənə elə gəlir ki, bölgü düzgün aparılmır hazırda. Bu da onunla bağlıdır ki, reklam bazarından daha çox gəlir əldə etmək üçün onlar məcburdular ki, reklam sifarişçilərini cəlb edə biləcək verilişlər ortaya çıxarsınlar. Yaxşı, siz özünüz xəbərin, informasiyanın maraqlı, əlçatan olması üçün nə edirsiniz? Öz üslubunuzu necə, ümumiyyətlə xəbəri necə özünüzünküləşdirirsiniz ki, o auditoriya üçün də doğma olsun? Bunun bir sıra yolları var, amma mən şəxsi təcrübədən çıxış eləmək istəyirəm. Təxminən 6 ay öncə Azərbaycan prezidenti İlham Əliyevin Çinə dövlət səfəri təşkil olunmuşdu. Biz də orada ictimai televiziya olaraq Azərbaycan prezidentinin səfərini işıqlandırırdıq və bir eksperiment tipli bir reportaj hazırlamaq istədik. Təkcə informasiyanı yox, təkcə rəsmi tərəfi yox, görüşün rəsmi tərəflərini yox, pərdə arxasında baş verənləri də işıqlandırmaq istədik. Çünki Çin bizim üçün o qədər də tanınan ölkə deyil Azərbaycan auditoriyası üçün. Bizim üçün regiona baxanda, Rusiya ilə müqayisə eləyəndə, Türkiyə ilə müqayisə eləyəndə, bizim qonşu Gürcüstanla müqayisə eləyəndə, çünki region olaraq Çin bizdən kifayət qədər məsafədə yerləşir və buna görə biz düşünürdük ki, daha maraqlı necə etmək olar və başladıq pərdə arxasında baş verənləri, səfər boyunca pərdə arxasında baş verən prosesləri də lentə almağa, protokol xidmətinin işçilərinin lentə aldıq biz orada, mühafizə xidmətinin necə işləyir həmin ərazidə, sırf görüşlərin təşkili zamanı, jurnalistlərin fəaliyyətini eyni zamanda biz orada göstərdik və mən sizə deyim ki, reportajımız efirə gedəndən bir gün sonra, 24 saat sonra mən həmin reportajı təkcə öz sosial şəbəkə hesabımda paylaşdım. TikTok platformasında 24 saat ərzində yarım milyona yaxın baxış yığdı Prezident İlham Əliyevin həmin Çin səfəri və bu kontekstdən çıxış eləyərək demək olar ki, xəbəri də interaktiv formada çatdırmaq olar, maraqlı formada çatdırmaq olar və sosial şəbəkə istifadəçiləri də bunu maraqla qarşılayar. Gəlin sizin ən maraqlı olduğunu düşündüyünüz müsahibənizdən danışaq və sizin üçün həmin müsahibəni maraqlı edən nə idi? Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəni qeyd eləmək istəyirəm. Çünki hazırda mənim qismimdə ictimai televiziya Azərbaycanda yeganə televiziyadır ki, Nikol Paşinyanla eksklüziv müsahibəyə nail olub. Bu da həmin Tiranada baş verən proseslər fonunda baş vermişdi. Qeyd eləmək istəyirəm ki, jurnalist üçün əsas məsələlərdən biri həm də peşəkar olmaqla yanaşı, həm də biraz cəsarətli olmaqdır. Və mənə elə gəlir ki, Nikol Paşinyanla müsahibə almağın pərdə arxası məqamlarından biri həm də o idi. Çünki bir sıra jurnalistlər var idi, istər bizim mediadan, istər başqa medialardan ki, ala bilərdilər o müsahibəni, amma risk etmədilər. Mən düşündüm ki, bunu etmək lazımdır. Çünki mən jurnalistəm və işim sual verməkdən ibarətdir və cavab almaqdan ibarətdir. Və elə alındı ki, Nikol Paşinyanı biz dəhlizdə gördük və qərar verdik ki, indiki məqamda bizə lazım olan cavabları almaq lazımdır. Və operatorumla birlikdə, Zaur Xamirlə birlikdə biz yaxınlaşdıq. Düzdür, ətrafında kifayət qədər can-güdəni var idi Nikol Paşinyanın, amma biz öz işimizi gördük. Nikol Paşinyan ilkin olaraq kadrlardan auditoriyamız görsə, tamaşaçılarımız görsə, Nikol Paşinyan müsahibə vermək istəmədi
maşınına tərəf irəlilədi, amma bir neçə saniyədən sonra fikrindən daşındı və gəldi suallarımıza cavab verdi. Biz informasiyanın televiziyada və sosial mediada çatdırılması haqqında danışırıq. Düzdür, bizim işin sosial media tərəfini göstərən, yəni podkast tərəfini göstərən başqa bir qonağımız da var, amma siz özünüz də podkast həmçinin hazırlayırsınız. Sizin də yanaşmanızı öyrənək, hansı fərqləri görürsüz və televiziyada etmədiyiniz nəyi podkast layihəsində edə bilirsiniz? Bu haqqda danışaq. Televiziyadan biz məlumatları əldə eləyəndə, biz müqayisə eləyəndə görürük televiziya danışır, biz yalnız məlumatı əldə eləyirik və bununla da bitir. Platformalarda, xüsusilə də YouTube platformasında biz birbaşa olaraq auditoriya ilə, izləyici ilə əlaqədə oluruq. Biz müəyyən kontent paylaşırıq, bizə şərh yazırlar və düzgün şərhlər əsasında nəticələr çıxarırıq və bunun əsasında növbəti buraxılışlarda daha təkmilləşdiririk öz podkastımızı, daha yaxşı eləməyə çalışırıq. Bu da təbii ki, auditoriyanın genişlənməsinə səbəb olur. Müqayisə etdikdə televiziya ilə podkast platformalarını, ümumiyyətlə podkast verilişlərini biz podkast verilişlərində ümumiyyətlə YouTube-da ölçə bilirik. Nə daha çox maraqlıdır, hansı verilişlər daha çox maraqlıdır, hansı mövzular daha çox maraqlıdır auditoriya üçün. Məsələn, mənim tutaq ki, 15 minlik izləyici kütləm var. Bir yaxın şərq haqqında danışanda mən əgər görürəmsə ki, auditoriyanın marağı daha azdır, lakin Cənubi Qafqaz barədə danışanda auditoriyanın marağı daha çoxdur. Mən təbii ki, auditoriyamın gözləntilərini və maraq dairəsini nəzərə alaraq növbəti buraxılışlarda üstünlüyü məhz həmin mövzulara verirəm. Yəni podkast layihələrində, xüsusilə YouTube üzərindən aparılan podkast layihələrində bunu ölçmək daha rahatdır. Çünki bizə aydın şəkildə statistika verilir, aydın şəkildə biz dataları əldə edə bilirik, amma təbii ki, bir istehsalçı olaraq biz televiziyada bunu əldə etməyə çətinlik çəkirik. Bu səbəbdən bir istehsalçı olaraq müqayisə etdikdə bu nəticəyə gəlmək olur. Süleyman, fərqi yoxdur. İstər televiziya olsun, istər sosial media. Sizə hər ikisində həmişə çoxlu izlənmə arzulayırıq. Çox sağ olun iştirakınız üçün. Çox sağ olun Bənövşə, dəvət üçün və maraqlı suallarınız üçün. Fikirlərimizin çatdırılması və informasiyanın əlçatanlığı üçün televiziyanın rolu haqqında Süleymanın fikirləri ilə yəqin ki, hamımız razıyıq. Bəs sosial media və podkastların rolu? Bu haqqda da öyrənək. Podkast Kimi Adam platformasının təsisçisi Səməd Ağayevin podkast studiyasında qonağıq. Amma o bizim müsahibimizdir. Yəqin ki, xoş gəlmişik. Xoş gəlmisiniz. Aha, nəyə görə podkast çəkirsiniz? Özünü ifadə vasitələrindən biridir. Aha, nəyə görə sizin üçün məhz birincisidir? Çünki bir çox özünün ifadə vasitəsi var. Siz niyə məhz podkastı seçdiniz? Çünki müasir texnologiyalar imkan verir buna. Bir, ikincisi bu ifadə vasitəsi belədir ki, YouTube-da yayımlanır və bu qalır. Bu daima əgər mövzu, hər hansı mənim işlədiyim mövzular hər hansı bir insana maraqlı olacaqsa, o axtarış verəcəksə, o təkrar buna baxa biləcək 1 il sonra, 3 il sonra, 10 il sonra, mən olmayandan sonra. Həm də özüm podkasta başlamamışdan öncə xarici podkasterləri uzun müddət dinləyirdim, bəyəndim o formatı və gördüm ki, bunu artıq özüm istehsal edə bilərəm, başladım. Aha, kimləri dinləyirdiniz, kimləri bəyənirdiniz, kimlər adətən yaxşı bir növ və lazım olan fikirlərin müzakirəsinə şərait yaradırdı sizcə? Mənə görə lazım olan deməyim, amma ən çox mənim dinlədiyim Joe Rogan podkastı idi. ABŞ-da o yaşayır. Ən çox onu dinləyirdim, çünki orada dünyaca məşhur həm rejissorlar, həm aktyorlar və yaxud da öz sahəsinin mütəxəssisləri olan qeyri-şəxslər olurdu. Açıq ondan ilhamlanmışdım və başqaları da var idi, sonradan da dinlədiklərim var idi, amma əsas Joe Rogan idi. Aha. Həmin podkastı mən də çox bəyənirəm və mənə elə gəlir ki, sizin də mənim də bir çoxlarının da bəyənməsinin əsas səbəbi oradakı səmimiyyətdir. Yəni çox sərbəst və rahatdılar. Gəlin bu mənada sosial mediada, YouTube üzərində kontent yaratmaq və televiziya üzərində kontent yaratmağı müqayisə edək. Sizcə səmimiyyət baxımından hansı fərqlər var və bu mənada podkast sizə hansı üstünlüklər verir? Podkast əlbəttə ki, daha səmimi ola biləcəyim bir platformadır. Televiziya istər-istəməz həm dövlət, həm özəl televiziyanın müəyyən bir çərçivələri var və onlar müəyyən qaydalara riayət etməlidirlər. Amma podkastda belə deyil. Elə həmin o öncə az əvvəl haqqında danışdığımız podkastda nələr olub, yəqin ki, özünüz də görmüsünüz, mən demək istəmirəm. Yəni sən orada
səmimi ola bilərsən 100%. Gəlin mövzulardan danışaq. Ən çox işıqlandırmaq istədiyiniz, üstünlük verdiyiniz, Azərbaycanda danışılmasının vacib olduğunu düşündüyünüz hansı mövzular var? Mən tez-tez bunu məndən soruşulanda həmişə deyirəm ki, Azərbaycanda ən çox danışılmasına ehtiyac olan mövzu cinsəl tərbiyə mövzusudur. Çünki mən əminəm və buna inanıram ki, bu mövzu yaxşı işləndikdə, yəni məktəb yaşlarından işləndikdə və məktəbli yaşlarından maariflənmə olduqda bu gələcəkdə bir çox cinayətlərin qarşısını ala bilər. Həmçinin fərqindəlik, özünü tanıma mövzuları, yəni bu psixologiya məsələləri, psixologiya ilə bağlı məsələlərdir. Müsahiblərinizi necə seçirsiniz? Hər halda mən belə görürəm ki, populyar insanlar adətən orada olur. Sizin üçün hansı daha çox vacibdir? Sizə izləyici bir növ gətirə biləcək, müəyyən bir kütləsi olan şəxsin sizin podkastınızda danışması, yoxsa fikir? Hər halda fikir daha vacibdir, yox? Mənim üçün maraqlı gələn hər kəs vacibdir. Yəni bu tanınmış adam ola bilər, amma o bir siz dediyiniz kimi fikir sahibi olmaya bilər. Mənim nəzərimdə yəni ola bilsin başqaları onu fikir sahibi hesab edir. Və mənə maraqlı olan populyar şəxs də olsa, onu çalışaram ki, çağırım. Yəni olub ki, mən hansısa bir populyar şəxs olub, onu mən qonağım olub ki, 1 il mən onu çağırmışam podkastda. İl yarım podkastda çağırdığım qonağım olub. Amma mən əgər istəyirəmsə ki, o adam mənim qonağım olsun, mən onu gec və ya tez podkastıma gətirib çıxaracağam. Onda siz izləyicilərinizi daha az nəzərə alırsınız, yox? Dediniz ki, mənə maraqlı olan mövzular, maraqlı olan qonaqlar, yəni hətta bu populyar ola bilər, fikrinin o qədər də önəmi yoxdur, yox? Belə deyim də, mənim üçün bütün məsələlərdə olduğu kimi, burada məsələ ağ və qara deyil. Yəni al-əlvanlı, qarışıq rənglər var. Ola bilsin ki, hardasa izləyicilərlə fikirlərimiz üst-üstə düşər. Yəni onlar da bəyənər, mən də bəyənəm. Ola bilər ki, onlara heç maraqlı olmaya bu şəxs, amma mən çox istəyirəm ki, bu adamdan bir podkastım olsun, dəvət edim. Bütün variantlar ola bilər. Siz söhbət interaktivlikdən gedir. Yəni izləyicilərinizlə işləyirsiniz, onlardan təkliflər alırsınız yoxsa? Olur. Mənim bir neçə qonağım olub ki, sosial şəbəkələrdə mənə Instagramdan təklif ediblər adamı, Facebookdan təklif edənlər olub, e-mailimə yazanlar olub. Bəzən şəxs olub ki, özünü təklif edib, belə də olub. Orada yenə də baxıram da müəyyən bir ələkdən keçirirəm və kimsə gəlir, kimsə dəvət edirəm, kimsə etmirəm. Müxtəlif olur. Bəs sizcə hansı mövzularda danışmaq olmaz, onları ictimailəşdirmək olmaz? Belə mövzular var sizin üçün. Söhbət burada tabulardan getmir. Sadəcə onlar haqqında danışmasaq daha yaxşıdır. Mən düşünürəm ki, bəli, elə mövzular ola bilər ki, ictimai formada ixtişaşlara səbəb ola bilər və yaxud da ölkənin iqtisadi durumuna və yaxud da ölkədə stabilliyə nəsə mənfi mənada təsir edə bilər. O şeylər ki, orta statistik və orta statistikdən aşağı dünya görüşü olan insanlar bunu eşitsə, onu yanlış anlayarlar. Yəni bu tip mövzuları məncə danışmamaq daha yaxşı olar. Mən görmüşəm informasiya insana nə cür təsir edə bilər və mən görmüşəm ki, bəziləri informasiya ilə nə cür manipulyasiya edir. Hər halda istisnaları nəzərə almasaq, bir çox hallarda danışmaq daha yaxşıdır. Biz də sizə həmişə podkastınızda danışmaq sözü olan insanların belə deyə olmasını arzulayırıq. Çox sağ olun. Təşəkkür edirəm. Bəs sən nə haqqında danışmaqdan qorxursan? Səni bilmirəm, amma bəzi gənclərin fikirlərini eşitmişəm. Hansı mövzu haqqında danışmaqdan qorxursunuz? Şəxsi mövzu haqqında danışmaqdan qorxuram. Çünki bəzi insanlar bunu başqa cürdə başa düşürlər. Ona görə də o mövzuda çəkinirəm. Özüm haqqında sirləri, yəni məlumatları heç kimlə danışmaq istəmirəm də. İmtahanlar, qayıblar, universitet ümumiyyətlə. Nə haqqında danışmaqdan qorxuram? İmtahanlar barəsində. Özümdən evə, yəni evdə valideynlərimə. Elə özüm haqqında danışmaqdan qorxuram. Keçmişdə olan travmalardan, çünki onlar insana daha çox utanc verici və ağrı hissləri verir. Yəni bu insan üçün çox pis bir hissdir. Elə də bir mövzu yoxdur. Yəni fikirləşdiyimdə nədənsə danışmadan yəni çəkinmirəm. Hər şeyi rahatlıqla deyə biləcək bir insanam deyə. Məncə açıq sözlü olmaq ən yaxşısıdır. Süni intellektin gələcək dövrdə bəşər aləminə verə biləcək mənfi təsirlərindən danışmaqdan qorxuram. Çünki niyə qorxuram? Bunlar cəmiyyətdə başa alıbdır. Süni intellekt cəmiyyətdə öz mənfi xüsusiyyətləri ilə, mənfi təsirləri ilə
tanınmağa başlayır. Bu da xalqımızın bir-birinə inamını itirməyə başlayır. Niyə? Çünki süni intellekt texnologiyaya, insanların hisslərinə, işlərə, yəni ümumiyyətlə cəmiyyətdə təbii hər şeyə təsir etməyə başlamışdır. Yəni hər şey haqqında danışa bilərəm. Yəni əgər həmin sahədə məlumatım varsa kifayət qədər danışa bilərəm. İndi isə mövzudan kənar rubrikasının vaxtıdır. Görə bu dəfə makarımız bizə hansı mövzu haqqında süjet hazırlayıb? Gənclər, salam. Telefonu açırıq bir dənə klik. Yemək gəlir, çiçək gəlir, hətta powerbank belə gəlir. Biz elə bilirik ki, hər şey burada nə var ki düyməsi ilə işləyir. Amma bu düymənin arxasında minlərlə kuryer var. Yağışda, soyuqda, istənilən hava şəraitinə baxmayaraq, kuryerlər bizim xidmətimizdədirlər. Bu dəfə qərara gəldim ki, məhz kuryerlikdə özümü sınayım. Dedim axı, burada nə var ki? Götür, apar, təhvil ver. Amma görək həqiqətən bu necə baş verir. Axır ki gəlib çatdım. Bu sifarişi də verin vəssalam. Deməli dostlar, hər peşənin öz çətinliyi var. Hər şey ekranda göründüyü qədər sadə və rahat deyil. Mən də özümü kuryerlikdə sınadım. Dedim axı, burada nə var ki? Amma gördünüz də, yolda azmaq, skuter, işləməyən lift, pləkan. Başıma gəlməyən hadisə qalmadı. Ona görə də kuryer gecikəndə bir balaca anlayışlı olmaq lazımdır. Bəlkə də o hələ sizin binanın labirintindədir. Sağ olun. Növbəti rubrikalarda digər peşələri sınayacağıq. Görüşənədək. Nəhayət günün ən gözəl anı gəldi. Oyda, saat 10-dışa getişmişəm. Qardaşım, bir takımdılar. İkisini vurmuşam, ikisi qalır. Ağacın arxasındadılar. Mən keçirəm evə. İbrahim, sakit ol, yatıram. Canım çox azdır. Maşınla qaçmağa çalışdım, amma vurula bilərəm. Demədim, sakit ol, yatıram. Başqa takım da gəldi. Arada qalmışam. Tez köməyə gəlin. Canım azdır. Öləcəm bu dəqiqə. Demədim, imkan ver, yatıram. Ay, yatmaq vaxtıdır. Birazdan kinoya gedəcəyik. Dur görün. Mən kinoya zad getmirəm, yatıram, yuxum gəlir. Gəldilər. Vurulacam bu dəqiqə. Tez gəlin. Murad oyan, gecikirik. Durmaq istəmirəm. Murad, sənin məqsədin nədir? Ömrümün sonuna qədər yatmaq. Özün bilərsən. Uşaqlar, mənim bir dənə velosiped sujet çəkmək fikrim var. Deməli, burada əsas göstərəcəyimiz problem tıxacdır. Sizcə tıxac yoxsa velosiped? Sizin bu fikrə münasibətiniz nədir? Velosiped sürən var, bunun küləyi var, yaxşı var, qarı var. Elə salamatı maşındır, tıxac da olsa rahat gedib çatırsan. Məncə elə ən salamatlı ictimai nəqliyyatdır. Həm zaman və qənaət eləmiş olursan, həm də əziyyət çəkmirsən. Düz deyirsən. Murad, sənin bu fikrə münasibətin nədir? Məncə yuxudan çəksə yaxşıdır. Sən yenə yatmısan? Sən elə yuxudan çəksən yaxşıdır. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik!